Qadın və uşaq sığınacağında Qarabağ Ayaks oyununu tək izləyən Əkbəri artıq çoxları tanıyır. Oyunu izləyərkən çəkilən görüntüləri yayımlandıqdan sonra Əkbər klub tərəfindən Qarabağ Araz Naxçıvan oyununa dəvət alıb və komanda üzvləri ilə görüşüb. Klubun prezidenti Tahir Gözəl, komandanın baş məşqçisi Qurban Qurbanov, futbolçular Nəriman Axundzadə, Toral Bayramov, Elvin Cəfərquliyev və başqaları ona isti münasibət göstərib, imzalı forma təqdim ediblər. Bizim mediada öz növbəsində kiçik azarkeş Əkbərin yaşadığı sığınacaqda olub və onun təəssüratlarını öyrənib. Əkbər Qarabağ sevgisindən və izlədiyi oyunlardan bəhs edib. Mənim adım Əkbərdir, 11 yaşım var. Mən Qarabağı sevirəm. Orada arzularım odur ki, Qarabağ Avropa Çempionlar Liqasını qazansın. 6 yaşımda azarkeşlik edirəm Qarabağa. Mən burada gecə saat 12 radələrində Qarabağ Ayaks oyununa baxanda mənim sevinci videomu çəkmişdilər. Daha sonra Qarabağ Araz Naxçıvan oyununa mənə dəvət etdi. Mən orada oyununa baxdım. Hesab 5-1 oldu. Orada qol vuranlar, qol vuran ən çox Toral Bayramov oldu. Halal olsun Toral sənə. Qurban Qurbanovla görüşdüm. Oyundan sonra da mənə imzalı formalar verdilər. Bütün oyuncularla imza aldım. İmza aldığımdan sonra da çox sevindim. Gələcək oyunlarda da mənə dəvət edəcəklər. Mən İmarətlə birlikdə Qarabağı dəstəkləməyə gedəcəm. Qarabağ həmişə bilsin ki, biz onun yanındayıq. Buradan Qurban Qurbanova təşəkkürümü bildirirəm. Çox sağ olun. Əkbər bir azarkeş olaraq Qarabağ Ayaks maçından sonra tənqidlərin hədəfinə çevrilən Nəriman Axundzadədən də danışıb. Ən çox sevdiyim oyunçu Nəriman Axundzadədir. Onunla görüşdüm və çox şad oldum. Nərimanı təqid edənlərə buradan deyə bilərəm ki, siz yanlış edirsiniz. Nəriman günahı deyil. Bir dənə görə Nəriman səhvimiz oldu. Amma qalan bütün 3 dənə qol hamısı müdafiəyə görə oldu. Müdafiə boşluq buraxdı. Ondan sonra Kevin Medina biraz yorulmuşdu. Oyuncular uzaqdan zərbə vurur. Orada qapıcının günahı yoxdur. Ancaq müdafiədir. Müdafiə onun qabağı kəsmədi deyə ona görə qol vurdular. Qolu vurandan sonra da biz daha da hücuma çıxdıq. Qolu vurandan sonra biz müdafiəyə oturmadıqsa uduzuruq. Qarabağa burada məsləhətim budur ki, müdafiədə çox boşluq buraxmayın. Ayaqla oyununda da müdafiə elə edin ki, buradan Kevin Medina'ya səslənirəm. Müdafiə elə qoyur ki, hamının ayağını qır. Nəriman Axundzadə! Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim Media.